Bizim ikili diplom proqramı alternativ enerji sahəsində magistr tələbələri üçün nəzərdə tutulmuşdu. Deməli, bizim Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və İngiltərənin Warwick Universiteti arasında ikili diplom proqramı əməkdaşlığıdır. Magistraturaya qəbul bizdə həyata keçirilir. Tələbələr TİM vasitəsilə magistraturaya qəbul olur. Daha sonra isə bizə müraciət edirlər və İngiltərə Universitetinin tələblərini ödəyərək oradan da qəbul aldıqdan sonra bizim ikili diplom proqramında tədris ala bilərlər. Bu proqramın əsas məqsədi, əsas odur ki, həm bərpa olunan enerji mənbələri və bu bərpa olunan enerji mənbələrinin ətraf mühitə təsiri, datalarla işlənmə və digər məsələlərə toxunması bunun bir unikallığını göstərir və çox sevinirəm ki, gələn feedbacklərdən də, dönüşlərdən görürəm ki, tələbələr bu proqramı çox bəyəniblər. Həm də praktiki təcrübə bunu bizim verdiyimiz nəzəri təcrübələrlə bir-birini tamamlayıb və inanıram ki, ölkəmiz üçün, cəmiyyət üçün yararlı və bir mütəxəssislər olacaqlar. Gələcəkdə ölkəmizdə həyata keçirilən bərpa olunan enerji layihələrində öz töhfələrini verəcəklər. Bizdə dərslər iki universitet tərəfindən tədris olunur. Birincisi, İngiltərənin Warwick Universitetindən akademik heyət hər semestr Azərbaycana gəlir, Adnusuyaya və burada dərslər verirlər. İntensiv həftələr olur və bu həftələr ərzində onlar sürətli dərslər keçirlər və bizim yerli modullar həyata keçirilir. Yerli modullarda da bizim Azərbaycandan olan mütəxəssislərimiz, müəllimlərimiz cəlb olunur və onlar yerli modullardakı dərsləri aparırlar. Proqramın ən maraqlı hissəsi yay məktəbidir ki, tələbələr bir aylıq İngiltərəyə göndərilir və o dövr ərzində İngiltərədə kampusda qalırlar, universitetə gedirlər. İngiltərədə müxtəlif onlar üçün site triplər təşkil olunur və onlar o site triplər ərzində bütün İngiltərənin alternativ enerji sektoru ilə tanış olma imkanları əldə edirlər.